Siz yəqin ki, Coursera şirkətindən biz əməkdaşlıq edirik. Azərbaycan vətəndaşlarına 6 həftəlik pulsuz lisenziyalar verilir müxtəlif sahələr üzrə. Digər istiqamətimiz texnologiyaların tətbiqinin stimullaşdırılmasıdır. Biz bununla bağlı müxtəlif istiqamətdə layihələrimiz var. Əsasən rəqəmsal iqtisadiyyatın inkişafı strategiyası hazırda hazırlanır və dövlət daxili təsdiqdədir və orada müəyyən ana layihələr var. Lokal dildə süni intellekt modelinin yaradılması, sahələrdə bunun tətbiqi, çağrı mərkəzində süni intellekt layihəmiz var bizim. Digər bir istiqamət qlobal təcrübə. Burada biz Dünya İqtisadi Forumu əməkdaşlıq edirik, müxtəlif layihələr icra edirik. Məsələn, enerjidə süni intellekt layihəmiz var. Azərbaycanda enerji sektorunda olan problemləri araşdırıb hansı süni intellekt həlləri faydalı ola bilər, onunla bağlı 50 use case hazırlanır hal-hazırda. Təşviq tədbirləri eləyirik, texnologiyaların istifadəsini. Məsələn, 4 sim talklar eləyirik, bizim icmalarımız var, müxtəlif süni intellekt əşyaların interneti, enerjitek, koordinasiya edici qurum olaraq bütün tərəfdaşlarla onları bir araya gətirən də əsas bir qurum o. Ən maraqlı layihələrimizdən biri isə Sənaye 4.0 hazırlıq proqramıdır. Yəni ölkəmizdə istehsal yönümlü müəssisələr, ümumiyyətlə sənaye yönümlü müəssisələrin rəqəmsal hazırlığını ölçür, onlara bir yol xəritəsi hazırlayır, use case'lər çıxarılır və şirkətə A-dan Z-ə, hardan hara bu rəqəmsal transformasiyada necə getmək olar, onunla bağlı bir istiqamət verən bir strateji yönümlü bir layihədir. Hal-hazırda davam edir bu layihəmiz.